Bəzən gənclər üçün imkanlar çoxdur, amma əsas sual budur. Bu imkanlara hardan və necə çatmaq olar? Məhz bu nöqtədə müxtəlif platformalar meydana çıxır. Məsələn, EduMap.az kimi. Belə platformalar təhsil, karyera və inkişaf mövzularında məlumatları bir məkanda toplayan onlayn məkandır. Onların əsas məqsədi gəncləri mövcud imkanlar barədə məlumatlandırmaq və seçim prosesini asanlaşdırmaqdır. Platformada müxtəlif sahələr üzrə vakansiyalar, təcrübə proqramları, təlimlər, seminarlar və təqaüd elanları paylaşılır. Bu məlumatlar həm yerli, həm də beynəlxalq proqramları əhatə edir. Bu platforma xüsusilə tələbələr və yeni məzunlar üçün aktualdır. İş həyatına ilk addımını atan gənclər burada öz ixtisaslarına uyğun elanları izləyə, müraciət şərtləri ilə tanış ola və fərqli istiqamətləri müqayisə edə bilərlər. Təcrübə proqramları bölməsi gənclərə real iş mühiti ilə tanış olmaq imkanı yaradır. Bu, nəzəri biliklərin praktikaya çevrilməsi baxımından mühüm mərhələ hesab olunur. Platformada həm qısa müddətli, həm də uzun müddətli proqramlar yer alır. Bununla yanaşı, şəbəkələr yalnız iş imkanları ilə məhdudlaşmır. Saytda şəxsi inkişaf, karyera planlaması, CV hazırlığı və müsahibə mərhələləri ilə bağlı məlumatlandırıcı məqalələr də mövcuddur. Bu məzmunlar gənclərin daha məlumatlı qərar verməsinə kömək edir. Platforma eyni zamanda könüllülük layihələri və sosial təşəbbüslər haqqında elanları da təqdim edir. Bu cür fəaliyyətlər gənclərin ünsiyyət bacarıqlarını, komandada işləmə təcrübəsini və sosial məsuliyyət hissini inkişaf etdirir. EduMap.az təhsil portalı gənclər üçün vakansiya elanlarını, təcrübə proqramlarını, təlim və seminarları onlara bir yerdə, bir portalda tapmağa kömək edir. Bu problemlərini həll edir. Hər tərəfdə axtarmaqdansa bir dənə sayta daxil olurlar, EduMap.az-a. Orada bütün məlumatlar var. Təqaüd proqramları, müsabiqələr, təhsil xəbərləri, karyera ilə bağlı hər bir şey demək olar ki, var saytda. Platformadan istifadə edən gənclərdə ən çox hansı dəyişimi görürsünüz? Daha şuurlu seçim, yoxsa daha cəsarətli addımlar? Daha çox şuurlu seçim görürəm. Çünki əvvəllər necə gəldi, hara gəldi CV atırdılar insanlar, gənclər daha doğrusu. Əsas olsun ki, bir yerə çağırsınlar, bir yerdə başlayın. Amma indi daha çox insanlar öz hansı istiqamətdə inkişaf edəcəklər, hansı istiqamətə gedəcəklər, bununla bağlı şüurlu şəkildə özlərini inkişaf elətdirirlər və o sahələrə müraciət edirlər sayt üzərindən də. Yəni vakansiyalar IT sahəsi olsun və digər sahələr olsun. Həm təlimlər və seminarlarına, həm də ki, vakansiya və təcrübə proqramlarına. Sizcə bugün bir gəncin gələcəyini dəyişən ən kritik amil nədir və təhsil platformaları bu yolun hansı nöqtəsində dayanır? Əsas odur ki, özlərini inkişaf elətdirmək istəsinlər. Sadəcə universitet, ev istiqamətində əgər davam eləyərlərsə, bu zaman onlarda bir inkişaf olmaz. Amma onlar öz karyera və gələcəkləri üçün nəsə etmək istəyirlərsə, o zaman evdən çıxmalıdırlar. Tək universitetlə, təhsilinlə yetinməməlidirlər. Özlərinin şəxsi inkişafına vaxt ayırmalıdırlar. Çünki bu onların gələcəkdə iş tapmaq istiqamətində çox böyük kömək olur, dəstək olur. Hansı ki, sadəcə bu dəqiqə universitet diplomuna baxmırlar. Sənin tələbə vaxtı, sənin şəxsi inkişafına nə qədər yatırım etdiyinə, hansı təlim və seminarlarda iştirak etdiyinə, hansı könüllü təcrübə proqramlarında iştirak etdiyində daha çox önəm kəsb edir və səni digər namizədlərdən, digər rəqiblərindən səni fərqləndirirlər. Bəzən gənclərin uğurlu olması üçün böyük fürsətlər yox, doğru yol göstərmək kifayətdir. Təhsil platformaları bizim üçün doğru yol göstərən xəritədir.